tibb mərkəzində Maynur xanım otağındayıq. Çox gözəl həkimdir. Bir şey deyim sizə. Bəzi cavan ailələr var, indi uşaqları, övladları olur. Elə bilirlər ki də bu uşaq gec danışmalıdır, bu belə olmalıdır. Yəni insan narahat olmalıdır. Bu əslində belə olmur. Gözəl həkimimiz inşallah ona bir də açıqlıq versin, aydınlıq versin. Çox sağ olun Rəhman bəy, çox önəmli bir mövzuya toxundunuz. Ona görə ki, valideynlər həqiqətən də elə ailələr var ki, biz hər birimiz deyirik ki, əvvəllər valideynlər ilk övladınınla təcrübə görürlər. Yəni bu daha öncəsindən belə təcrübəsi olmur deyə gənc ailələr olur və yaxud da maariflənməmiş, məlumatı olmayan ailələr olur ki, baxırlar ki, uşağın nitqi ləngiyib, deyirlər ki, və yaxud baxırlar uşağın nitqi ləngiyib, nitqi var, ixlaliya forması, təkrarçılıq var, ancaq uşağın başqa problemləri var. Bu ailənin gözünə görünmür. Buna bəzən ərköyünlük deyirlər. Tutaq ki, uşaq bütün günü ağlayır, istədiyi olsun deyə. Deyirlər ki, ərköyünlük, papanın, mamanın gül balasıdır. Və yaxud da ki, uşaq misal üçün yuxu problemi var uşağın. Uşaq yatmır, deyirlər ki, rejimsizlik var. Və yaxud uşağın yemə problemi var, doyma hissi yoxdur, uşaq durmadan yer, deyirlər, iştahlı uşaqdır. Və yaxud da uşaqda tualet eğitimi yoxdur, deyirlər, əşi öyrənəcək də, hara tələsli, hələ pampers 5 yaşına qədər uşaq pampers geydirirlər. Bu və buna bənzəri problemlər var ki, valideynlər elə bilirlər ki, bunlar problem deyil, əslində elə deyil. Uşağın nitqinin ləngiməyi kimi davranışları düzgün yaşlılara bərabər olmalıdır. Ağlama krizləri bir olmalıdır. Uşaq valideynə nisbətən valideyn ona sus, ağlama deyildi, bunu anlayıb, buna çəkilməlidir. Əgər anlamırsa və öz hərəkəti davam edirsə, deməli burada problem var. Və yaxud da uşaqda məsələn yatma problemi var ki, uşaq səhərə kimi gəzir evin içində. Deyirlər ki, ayaq sayıq uşaqdır, həssas uşaqdır, bu da bir problemdir, bunun üzərinə düşməlidirlər. Uşaqda ağzına əşyalar soxma ola bilər, nesnələri ağzına soxma ola bilər, barmaq əmmə refleksi var ki, 5 yaşında uşaq barmaq əmir, amma bax valideyn bunu normal qarşılayır. Yəni, uşaqda sadəcə nitq probleminə biz indekslənməməliyik, diqqət ora verməməliyik. Davranışsal problemlərə baxmalıyıq, qidalanmağa da baxmalıyıq, ayaqyolu təlimə də baxmalıyıq, nitqə də baxmalıyıq. Hər bir şey baxıb psixoloji olaraq onu düzgün analiz eləməliyik. Eləyə bilmiriksə də yaxşı, güvəndiyiniz mütəxəssisə müraciət etməliyik. Bir şey deyim sizə, bu kompleks olmalıdır. Həkimimiz gözəl deyir. Yəni, təkcə bunu ağzını masaj eləməklə olmur da bu. Kompleks olanda gözəl olur. Biz çox böyük nəticə görürük. Allah can sağlığı versin həkimə. Bir də şey deyim, siz bir şey deyim. Səhifəsini aşağıda sabitləyəcəm, görəcəksiniz. Girib özünə də yaza bilərsiniz, gələ bilərsiniz, klinikada müraciət edə bilərsiniz, Heroglinika tibb mərkəzinə. Belə bu qədər. Çox sağ olun, Allah bütün dağları qorusun.